Salam, xəbərin brendi günün trendi efirdədir. Dinlər mi savaşır, ölkələr mi bilinmir. Yerdə yox, göylərdə gedən İran-İsrail savaşında nalələr ərşə çəkilir. Bu müharibənin ən təsirli kadrlarından birini sizə təqdim edirik. Tehran bombalanıb, şəhər yanır, tüstülər göyə qalxır. Elə bu vaxt azan sədası da ucalır. İsrail ordusu 5 İran döyüş helikopterinin məhv edilməsi görüntülərini yayıb. Bütün müharibələr sülhə məhkumdur. Bəziləri nahaq yerə yaşanır, bəziləri haqqı bərpa edir. Bütün hallarda müharibələrin mülki insanlara zərər verməsi daha dəhşətlidir. Tehranda güclü partlayışları sakinlər lap yaxınlıqdan lentə alıblar. Anadolu Agentliyinin müxbiri Faruk Hanedar Tel-Əvivdən canlı bağlantı edərkən başına kuryoz hadisə gəlib. Açıkçası söz konusu gemi, Medve'in gemisi. Evet, bunlar da İsrailliler herhalde. Yayınları sabote ediyorlar. Evet, Canlı yayını görüyorsunuz. Evet, İsrailliler. Bunların nasıl bir faşist bir ruh olduğunu canlı yayında verelim. Gün içerisindeki yayınlarda da birçok defa karşılaştık bu manzaralarla. Rahat yer. Şəhərin mərkəzində və yolun düz ortasında maşını saxladı və heç bir xəbərdarlıq edici işığı yandırmadı. Səbəb nədir bilinmir, amma yalnız bir sürücü böyük bir yolda tıxac yarada bilir. Düzgün ara məsafəsinin saxlanılmaması qəzaya səbəb oldu. Müşahidə kamerasının qeydə aldığı yol nəqliyyat hadisəsi Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində baş verib. Sürücülərdən birinin düzgün ara məsafəsi saxlamaması və idarəetməni itirməsi qəzanın olmasına, nəticədə metronun Koroğlu və 20 yanvar stansiyaları istiqamətində sıxlığın yaranmasına səbəb olub. Asayişin keşiyində dayanan polislərimizlə bağlı çəkilən bütün xoş videolar sosial şəbəkələrdə rəğbətlə qarşılanır. Gənc polisin ona həsədlə baxan körpə ilə oynaması xoş sözlərə layiq olub. Bakının xüsusilə də mərkəzi hissələrində park yerlərinin azlığı və ya yoxluğu mərkəzdə yaşayan sakinlərin narahatlığına səbəb olur, haqlı olaraq. Onların məhəllələrini dayanacağa çevirirlər. Sakinlər də məcbur olub öz məhəllələrinə şlaqbaum qoyurlar. Amma əslində bu qanunsuzluqdur və bəzi məsul şəxslər də əlbəttə ki, nəyinsə qarşılığında buna göz yumurlar. İmkan verirlər ki, məhəlləyə şlaqbaum qoyulsun. Qanun isə hər şeydən alidir. Bakı sakini Bakıxanov ərazisində qoyulan şlaqbaumla öz şikayətini bildirir. Baxın, Bakıxanov qəsəbəsində Razin Taksikos deyilən yer yandır. Binanın girişinə belə bir şlaqbaum qoyub, bir neçə məhəllənin girişidir. Bundan əvvəldə burada ara kəsmə qoymuşlar, daşlarla görsüz durur. Bunlar hamısı tam qanunsuzdur, tam özbaşınalıqdır. Yəni, bax, bu gördüyünüz. Bir neçə gündür Bakıda və Abşeronda bəzi ərazilərdə suyun verilişində fasilələr yaranıb və belə bir vaxtda sosial şəbəkələrdə insanlar bir-birlərinə sudan qənaətlə və effektiv istifadə edilməsinin yollarını paylaşır. Qardaş uşaqlar, suyu gəlməyənlər üçün çox gözəl lifehack. Butulkanı buradan deşirik, hoşum trubuçka qoyuruq. Butulkanın qapağını açanda qəşəng buradan su gəlir. Daha bir Bakı sakini isə rastlaşdığı problemi sosial medianın gündəminə çevirdi. Traktor uçqunun altında qaldı. Bakı-Şamaxı yolunda avtomobilə əvvəlcə 90-la sürürsən.
Qəfil görürsən ki, sürət həddi artır 110-a, yəni icazə var ki, 110-la sürəsən. Əsl müəmma isə bundan sonra başlayır. Elə sürəti yeni yığmışdın, 110-la sürürdün ki, qarşına daha bir yol nişanı çıxır ki, hərəkət sürəti indi maksimal saatda 90 kilometrdir. Əsl qəza və ya cərimə səbəbi haqqında sürücü danışır. Nişan göstərilir və 90 kilometrimizi hərəkət edilir. Normal 90 saatda 90 kilometr hərəkət edilir. Burada Təzəkənd deyilən bir ərazidir ki, Şamaxı İsmayıllı yolunda gedəndə. Və burada 110. Deməli, o nişanla bu nişanın arasında təqribi bir 100 metr, 150 metr məsafə var. 110'u yığan kimi də bir dənə bu. 110'u yığandan sonra... Əhmədidə yerləşən şadlıq saraylarından birinin qarşısında kütləvi dava baş verib. Hüquq mühafizə orqanları dərhal müdaxilə edib və dava iştirakçılarından bir neçəsi saxlanılıb. Yəqin ki, içkili olublar. Bakıda içkili vəziyyətdə olan sürücünün davranışı isə sosial şəbəkələrdə maraqla qarşılanıb. Yəni, narahat edici bir maraq yaranıb. Qanunla sükan arxasına keçmələri qadağan edilən şəxs ayıq sürücü xidmət əvəzinə evakuator çağıraraq avtomobilini evakuator ilə gedəcəyi yer aparıb. Sürücü nəqliyyat vasitəsini idarə etməyin riskli və cəriməli olduğunu bildiyi üçün alternativ həll yolu axtarıb. Onlar avtomobillərini evakuator vasitəsilə evlərinə və ya dayanacaq yerinə göndərməklə həm məsuliyyətdən yayınmağa, həm də avtomobillərinə zərər gəlməsinin qarşısını almağa çalışıblar. Qanunvericiliyi xatırladaq ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən sürücülər 400 manatdan 700 manata dək cərimə və 1 ildən 2 ilə qədər sürücülük hüququndan məhrum edilə bilərlər. Sürücünün təzə variantı. Qardaşı mən vurmuşuq, maşın sürmürük, evakuatora bindirmişik, aparır bizi. Ayıq sürücüdən yaxşı variant budur yəni. Yay gələndən ilanlar da yuvasından çıxıb, deməli təhlükə var. Hər addımda ehtiyatlı olmaq lazımdır. Balıq tutmaq istəyən şəxs ağzını açıq qoyduğu çantasına yaxınlaşdıqda içində ilan görüb. Xəzər rayonu Qala qəsəbəsində zibil konteynerlərinin uzun müddət boşaldılmaması ərazidə xoşagəlməz görüntü yaradıb. Qəsəbənin birinci döngəsində yerləşən tullantı qutularının dolmasına baxmayaraq onların təmizlənməsi üçün heç bir tədbir görülmür. Nəticədə məişət tullantıları ətrafa dağılaraq həm antigigiyenik vəziyyət yaradıb, həm də ətrafa kəskin iy yayılıb. Nə zibil qablarını gəlib vaxtında yığışdırırlar, nə də cəmiyyət də çox anormal hərəkət edir. Gəncə şəhərində yaşayan bir qadın sosial şəbəkədə yardım topladığı zaman dələduzların qurbanına çevrilib. Naməlum nömrədən zəng edən şəxs özünü Amerikada yaşayan xeyriyyətçi kimi təqdim edərək güya $5000 yardım edəcəyini bildirib və bu məqsədlə qadından bank kartı məlumatlarını istəyib. Təəssüf ki, qadın kart məlumatlarını qarşı tərəfə göndərdikdən sonra onun hesabındakı 3146 manat talanıb. Hörmətli tamaşaçılar, bir daha üzümü tutub sizə bildirirəm, heç vaxt kart nömrələrinizi, orada xüsusi kodlar var, CVV kodu heç kimə deməyin, olmaz. Pul çəkirlər, adınıza kredit çəkirlər, bax belə dələduzlar var, yəni nə insafları var, nə vicdanları. UEFA Çempionlar Liqasının ikinci mərhələsinin püşü atılıb. Azərbaycan təmsilçisi Qarabağda rəqibini tanıyıb. Qurban Qurbanovun komandası bu mərhələdə Shelburne, İrlandiya və Linfield, Şimali İrlandiya cütlüyünün qalibi olacaq. Shelburne Linfield cütlüyünün qalibi evdə oynayacaq. Onların rəqibi isə Qarabağ. Miami'də timsahlarla əyləncəli vaxt keçirmək istəyənlər üçün yaradılan akvaryum görənləri valeh edir. Meu Deus, que beleza! Vai lá, vai pro seu pai. Küçə musiqisi deyib keçmək olmaz. Elə sənət adamları olur ki, küçələrdən böyük səhnələrə, səhnələrdən də daimi ürəklərə köçürlər və ən əsası qazanclarını halal yolla əldə edirlər. Yaşlı kişinin Bakının mərkəzində tütəklə ifa etdiyi musiqi sənətdən, halallıqdan, zəhmətdən xəbər verir. Sizə sizdən danışdıq, sizə sizi göstərdik. Buyurun, WhatsApp nömrəmiz də ekranda yazılıb. 24 saat ərzində sizi maraqlandıran və narahat edən bütün məsələlərlə bağlı videoları çəkib bizə göndərə bilərsiniz. Həftə içi hər gün Space televiziyasında 22:10-da günün trendində özünüzə baxa bilərsiniz. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik və ədimizə sadiq olaq.
olun.